Sepahın daha bir zabiti, Cəllad ləqəbli Məhdi Rəşidi etirazçılar tərəfindən vurularaq öldürülüb. O 3 yanvar 2026-cı il tarixində Məlikşahi şəhərində Sepah əsgərlərinin nümayişçiləri güllələmək əmri verməkdə 9 nəfərin ölümündə ittiham olunurdu. Hadisədən sağ çıxan nümayişçilər onun yaşayış ünvanını taparaq ona qisas hücumu edib. İranda müxtəlif bölgələrdə baş verən ixtişaşlar zamanı ölən polislərin sayı 38-ə çatıb. Qeyd olunub ki, Kirmanşah əyalətində 6, Şimali Xorasan əyalətində isə 7 hüquq mühafizə əməkdaşı həlak olub. Əvvəlki məlumatlarda ölənlərin sayı 25 olaraq göstərilmişdi. İran 4 cəbhədə eyni vaxtda düşmənlərə qarşı müharibə aparır. Bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibov deyib. O qeyd edib ki, İran hazırda ABŞ və İsrail kimi düşmənlərlə iqtisadi, təhsil, hərbi və antiterror sahələrində eyni vaxtda müharibə aparır. Onun sözlərinə görə İrana qarşı iqtisadi, psixoloji müharibə illərdir davam etsə də və zamanla bu müharibə daha da təkmilləşsə də, hərbi müharibə Amerika və İsrailin təcavüz aktlarından sonra 2025-ci ilin iyununda başlayıb. İrana qarşı müharibədə düşmənin məğlubiyyəti ABŞ-ı ölkədə ixtişaşlar törətməyə və terror müharibəsinə başlamağa vadar edib. ABŞ-da tanınmış təhlükəsizlik analitiki Luke Coffey Azərbaycan bayrağı fonunda hazır olun sözlərini paylaşıb. O bu barədə X platformasında paylaşım edib. Qeyd edək ki, Hudson İnstitutunun aparıcı tədqiqatçısı olan Coffey Avropa, Avrasiya və NATO üzrə Vaşinqtonda təhsilli ekspertlərdən sayılır. Onun bu paylaşımı regionla bağlı mümkün proseslərə işarə kimi dəyərləndirilir. İranda baş verən ixtişaşlar nəticəsində çox sayda təhlükəsizlik qüvvəsi əməkdaşının ölümü ilə bağlı 3 günlük milli matəm elan olunub. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib. İran prezidenti vətənin əziz övladlarının itkisindən dərin kədər hissi keçirərək Nazirlər Kabineti ilə birlikdə şəhidlərin matəminə qatılır və əziz İran xalqını bazar ertəsi günü keçiriləcək milli müqavimət yürüşünə dəvət edir. Məlumatda qeyd olunub. 13 yanvarda Trumpa İrandakı etirazlara cavab vermək üçün variantlar təqdim olunacaq. ABŞ rəsmilərinin sözlərinə görə, ABŞ prezidenti Trumpa yanvarın 13-də İrandakı etirazlara cavab vermək üçün konkret variantlar barədə məlumat veriləcəyi gözlənilir. Bu, onun dəfələrlə bəyan etdiyi kimi, İran hakimiyyətinin nümayişçilərə qarşı sərt siyasi reaksiyasını nəzərdən keçirdiyini göstərir. Mənbələrə görə, Trump hökumətinin yüksək vəzifəli rəsmiləri ilə planlaşılan görüşü növbəti addımlara yönələcək. Mümkün tədbirlərə internetdə hökumət əleyhinə mənbələrə dəstəyin artırılması daxildir. Dövlət katibi Rubio, Müdafiə naziri Hekset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri General Kayninin həmin görüşdə iştirakı gözlənilir. Nəzərdən keçirilən variantlardan biri Trump administrasiyasının ilk dəfə olaraq etirazçıların ölkədəki son internet məhdudiyyətlərindən yan keçməsinə kömək etmək üçün İrana Starlink terminallarının göndərilməsi ehtimalıdır. Avropa Birliyi Macarıstandan pulun Ukraynaya ayrılması üçün ailə dəstəyi, pensiya, ucuz enerji, xəstəxanalar və ədalətli vergi sistemindən imtina etmək tələb edir. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib. Ukrayna növbəti 10 il ərzində hərbi xərclər nəzərə alınmadan 800 milyard avro tələb edir. Biz imtina edirik. Bu yol Avropanı zəiflədir və onu iqtisadi çöküşə aparır. Macarıstan öz xalqının mənafeyini hər şeydən üstün tutmağa davam edəcək. ABŞ prezidenti Donald Trump İran ərazisinə ordu göndərmək niyyətində deyil. Bu barədə CNN məlumat yayıb. Nəşrin məlumatına görə Ağ Evdə Tehran üzərində mümkün hərbi təsir variantları müzakirə olunur. Lakin rəsmi şəxslər qeyd edir ki, hərbi zərbələr əks təsir yarada, xalqı birləşdirə və ya İrandan hərbi cavab reaksiyasına səbəb ola bilər. Qeyd edək ki, bəzi media orqanları Trump administrasiyasının İrana hərbi müdaxilə ilə bağlı variantları müzakirə etməsi barədə informasiyalar yaymışdı.